Salam, hər vaxtınız xeyir olsun. Mətbuat konferansımıza başlayırıq. Öncə Qurban müəllim fikirlərini bildirsin, daha sonra suallara keçək. Axşamınız xeyir olsun. Salamıram müəlliminizi. İlk öncə rəqibi təbrik eləmək istəyirəm. Oyundan sonra baş məşqçi həmən öz oyuncuları tərəfə getdi. Meydanı təbrik eləyə bilmədim. Bəlkə görüşsəydik daha yaxşı olardı. Hər bir halda təbrik eləyirəm. Və oyuna gəldikdə futbolçularımdan razı qaldım, düzünü desəm. Yəni, son illər bilmirəm, belə dinamik oyun, belə sürətli oyun, bu qədər qol episodu, bu qədər bol qollu oyun çox nadir hallarda olur. Və sadəcə biraz bu cür komandalar səhvləri bağışlamır və əllərinə imkandan maksimum istifadə edirlər. Dünən də fikirlərimdə bildirdim ki, bu Çempionlar Liqasıdır. Burada yəni istənilən nəticəni gözləmək lazımdır. Və elə də oldu bugün. Sanki bugün Ajax'ın əvvəlki 5 oyunda alınmadığı, yəni bu oyunda alındı, belə deyək. Və mən fikirlərini bildirmişdim ki, bu komanda əvvəlki oyunlarda məğlub olmağına baxmayaraq, yəni istənilən rəqibdən daha üstün futbol oynayıb. Və bugün də bunun şahidi olduq. Və buna baxmayaraq futbolçularımdan razı qaldım. Biz meydanda döyüşərək məğlub olduq. İnanın ki, bugün heç ümidvaram ki, nə azərkeşlərdə, nə də bizdə bərabərlik haqqında ümumiyyətlə düşünmürdük. Biz qalib gəlmək istəydik, o ruhu vermişdik futbolçularımıza. Ona görə oyunun sonuna kimi bizim oyuncularımız demək olar ki, hücumda daha çoxluq olmağa çalışırdılar. Və əlbəttə ki, azərkeşlərimizə təşəkkür eləmək istəyirəm və əsl düşünürəm ki, futbol bayramı idi bugün. Sadəcə bir qalibiyyət çatışmadı. Baxmayaraq bu cür yağışlı havada sonraki bizlərlə oldular və güvəndilər bizə. Biz də çalışdıq onların güvənini əlbəttə ki, itirməyək, amma dediyim kimi futboldur. Burada belə nəticələrə hazır olmaq lazımdır. Amma inanın ki, belə məncə hamı oyundan həzz aldı, sadəcə nəticə biraz əksinə oldu. Buyurun Zəfər. Qurban müəllim, keçmiş olsun. Qarabağ qələbə qazanmaq istəyirdi deyəmi? Hesabda öndə olanda da irəli atılırdı və əks hücumlardan qol buraxdı. Zaten bu futbolda biz yəni qalib gəlmək istəyiriksə, biz nə cür hazırlaşmışıqsa onu sona kimi qoruyub saxlamaq istəyirik. Və ələxüsusda belə böyük oyunlarda həmişə mən futbolçularıma bildirmişəm ki, biz öz gücümüzü çalışmaq sona kimi sınamağa, yəni qol vurduq, çəkidək müdafiədən oynayaq və gözləyək ki, rəqib topla nə cür davranacaq və baxmayaraq qarşımızda topla çox yaxşı davranan bir rəqib var idi. Buna baxmayaraq biz yenə də risklərə gedirdik, biz yenə də rəqibə pressing etməyə çalışırdıq və ona görə də bizim ümumi qol epizodlarımızı saysan, bilmirəm, bəlkə bizə daha çox oldu qol epizodları. Belə xeyli sayda qol epizodlarımız oldu və nədən razı qaldım? İnanın ki, bir günün içində, hansı ki, dünən daha çox hazırlaşmışdıq ki, nə cür, hansı hücumları eləyəcəyik, hansı rəqibi, hansı pozisyon atakalardan sonra biz yəni qol vura bilərik rəqibə və belə də xeyli sayda bizim hücumlarımız oldu və bundan çox razı qaldım. Fərəc, buyur. Axşamınız xeyir, keçmiş olsun. Həqiqətən üzlü məğlubiyyət oldu. Nəzərə alsaq ki, 2 dəfə hesabda önə çıxmışdıq. Qurban müəllim, bu cür rəqiblər səhvləri bağışlamır, qeyd elədiniz. Həmin səhvlər nə idi, nədən qaynaqlanırdı ümumiyyətlə? Çox sağ olun. Yəni, biraz qollar, birinci, ikinci qol belə, yəni uzaqdan vurulan qollar idi. Əksi biraz orada biraz diqqətsiz olduq ümumiyyətcə və 3-4 əks hücumda vurulan qollar idi. Orada rəqibin ustalığı önə çıxdı, hansı ki
Yəni hansı ki biz hücumda olduq. Birinci, üçüncü qolda Mateos əksinə topu rəqibdən aldı, biz hücuma çıxdı və həmin zonadan deyək qol buraxdı və o birisində də dördüncü qolda yenə biz hücuma çıxanda Elvin hansı ki sol kraydan, sol tərəfdən düzündürsə daha diqqətli olmalıydı. Bu da ki bizim ümumiyyətcə həm sağ-sol müdafiəçilərimizin yəni üstün tərəfidir ki, hər biz hücumda olanda hər iki oyunçu hücumda aktiv iştirak eləsin və rəqib də əgər öz zonasında müdafiə olunursa həmin epizodlarda onların əks hücumda daha çoxlu təşkil edirdilər. Və belə də qapımızda qollar gördük. Yəni oyunda sonlarına yaxın, bəlkə biraz yorğunçuluq da vardı futbolçularda, hansı ki həmin epizodlarda biraz sürətli uduzduq. Qurbanım, qarşıdakı masada uğur razı olurum. 2 sualım vardı. Sizə elə gəlmir ki, oyunun qırılmağında 2-1-də Zubirin qaçırdığı epizod oldu? Çox oldu elə epizodlar. Yəni 1-0-da da bizim çox yaxşı gol şanslarımız oldu. 2-1-də də, 2-2-də də yəni belə saya bilərik. İndi məncə gec desək ki, qırılma anı idi. Amma hər bir halda epizodlardan əlbəttə ki rəqib belə deyək, daha yaxşı istifadə edirdi. Daha yaxşı istifadə elədi. Bir də ikinci, sonradan meydana buraxdığı futbolçulardan nə dərəcədə razı qaldınız, ümidlərimizdə olduq, xüsusilə də Nəriman? Tam yox, tam razı qalmadım. Ümumiyyətlə belə oyunlara girmək, əlaqəsi belə yağışlı havada daha çətindir. Biraz meydançı həddindən artıq ağır olur. Daha yaxşı oynaya bilərdilər. Yəni daha da sürəti artırmaq istədik. Epizodlar oldu. Neçə epizodda biz dəqiq olsaydılar, həm Nəriman, həm Kaşuk daha dəqiq olsaydılar, məncə fərqli olardı. Amma hər bir halda ilk dəfə deyil, belə addımlar atmışıq. Sadəcə bugün alınmadı. Orxan buyurun. Qurban müəllim, keçmiş olsun, növbəti oyunlarda uğurlar arzulayıram. Bu sualı azərkeşlər tərəfindən verirlər. Belə deyək də, Nəriman Axundzadənin oyunundan razı qalmayıblar açığı. Yəni, deyirlər ki, məsəl üçün, o oyuna daxil olandan sonra hücum xətti zəifləyir. Qarabağın hücum xətti zəifləyir. Yəni, buna bağlı fikirləriniz nədir? Bir də hava şəraitinin yağışlı olması futbolçulara əlavə çətinlik yaratdı, yoxsa yox? Ümumiyyətcə bu suala yəni Nərimanla bağlı əsli olsun, nə qədər vaxtdır müzakirələr çox gedir həddindən artıq. Yəni mən özüm bilmirəm Nəriman haqqında nə deyim. Çünki yəni azarkeş mən hansısa bir fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olacağım, amma yəni daha yaxşı oynaya bilərdi, əlbəttə ki. Yəni mən dəfələrlə futbolçularımın yanında olmuşam. Yəni bugün də onların yanındayım, amma hər bir halda yəni ilk olaraq Kamilonu dəyişməyimiz, yəni özünüz də görürdünüz ki, oyun başlayandan nə qədər sprintdə oynadı, nə qədər o güc sərf elədi və demək olar ki, yorulmuşdu. Buna baxmayaraq yəni belə bir cavabım yoxdur ki, azarkeşlərin narazılığına hər hansı bir fikir bildirim. Sadəcə daha yaxşı oynaya bilərdi. Tək o yox, ümumiyyətcə, yəni sonradan meydana girən oyuncular. Sonra meydançı amilində meydançı düzdür, ağır idi, amma yəni belə deyək də indidən sonra mən hər hansı bir fikir bildirsəm ki, bu olmasaydı biz qalib gələrdik, filan olmasaydı biz qalib gələ bilərdik, amma hər iki komanda üçün eyni idi, hava şəraiti də, meydança da, şərtlər eyni idi. Sadəcə mən dəfələrlə bildirmişəm ki, səbəb olaraq yox, sadəcə bu komandalar, hansı ki Avropadan gələn komandalar il boyu bu rejimdə, bu tempdə oynayırlar. Yəni biz ola bilər, məsələn, bugün bizim həddindən artıq istəkli olmağımız bizi belə bəlkə də yorurdu. Yəni oyun başlayandan, yəni mən canlıda da öz fikirlərimi bildirdim.
və düzü mən oyundan kənardan baxıb həzz alırdım. Yəni 90 dəqiqə oyun dayanmadı, 90 dəqiqə oyun durmadı, 90 dəqiqə dinamika, sürət, mübarizə. Yəni bu hətta fikirlərində bildirdim ki, ümumiyyətlə son vaxtlar çox oyunlara baxmışdıq. Yəni həm analiz eləmişdik, həm Çempionlar Liqası oyunlarına baxırıq. Yəni bəlkə də bir son vaxtlar bir 3 oyun 3 ən yaxşı oyunlardan biridir bugünkü oyun. Yəni dediyim kimi hər iki komanda cəsarətli oynamağı, dediyim kimi xeyli sayda qol epizodu, qollar, ümumiyyətcə belə. Məğlub olduq, yəni belə deyəcək bir şey yox. Buyurun. Orxan Məlikzadə, Sport TV. Bildiyiniz kimi Eintrachtla oyundan öncə çempionatımızda 1 aylıq fasilə olacaq. Amma əvəzində Almaniya Bundesligası davam eləyir. Bu Qarabağa mənfi təsir göstərə bilərmi? Bilər. Bilər, çünki onlar daha idman formasında olacaqlar, daha belə deyək, hazırlıqlı olacaqlar. Amma hər bir halda bizim başqa yolumuz yoxdur. Maksimum çalışıb biz də bəzi yoldaşlıq oyunlarını fikirləşəcəyik, görək hansı səviyyədə keçirməyə və harda keçirməyə. Hələ qarşıda bizim çempionat oyunumuz var bir neçə. Bu oyunlara hazırlaşmalıyıq. Baxmayaraq ki, biraz futbolçular üçün psixoloji işlər asan olmayacaq, amma başqa edəcək bir şey yox. Hazırlaşmalıyıq bu oyunlara və sonra istirahət vaxtından maksimum faydalı istifadə etməliyik ki, qarşıdakı günlərdə özdə ilk oyunumuz elə Eintrachtdan olacaq, rəsmi oyunumuz ki, həmin oyuna hazırlaşmağa. Qurban müəllim, növbəti maçlarda uğurlar. Bu məğlubiyyət sizcə futbolçuların motivasiyasına necə təsir göstərəcək və siz play-offa çıxma şanslarımızı necə dəyərləndirirsiniz? Çox sağ olun. Üzgün idi futbolçular, hər biri üzgün idi və hər biri necə ki mən, necə ki siz, onlar da istəydilər ki, şansdan maksimum istifadə etməyə və sonunda belə deyək, meydanda icraçılar olardı, onlar bunu etməli idilər, amma çox çalışdılar. Elə indi də soyunma geyinmə otağında gördüm futbolçuların həddindən artıq belə kefsizdilər. Biraz vaxtımız olacaq ki, onları yenidən geri qaytarmağa, çünki əgər biz hansısa oyunlarda qalib gəlmişiksə, biz bunu sonradan yenə eləyə bilərik. Yəni biz ona hazırlayacaq, ona kökləyəcək. Əgər şansımız varsa, play-offda oynamağa maksimum biz bundan istifadə etməyə çalışacağıq. Son sual Hacı. Qurban mənim keçmiş olsun. Mənim sualım 19 yaşlarla bağlıdır. Yəni A komanda 7 xal topladı. Hələ 2 oyunuz da qarşıda var, amma keçirdiyi 6 oyunların bütün hamısını demək olar ki, böyük hesabla məğlub oldu. Bununla bağlı fikirlərinizi bilmək istəyirdim. Ümumiyyətlə o komandadan gələcəkdə hansısa bir futbolçu belə deyək, A komandaya gəlmə ehtimalı varmı? Baxmayaraq ki, 2-3 legioner də dəvət olunub 19 yaşlılara. Hacı, ümumən bu bizim belə deyək də Azərbaycan futbolunun yaralı yeridir. Yəni əgər biz bugün 19 yaşlarımız yəni fərq bu qədər hiss olunursa, bizim 4 il, 5 il sonra bu komanda hansı ki belə deyək, bu səviyyədə oyunlarda hansı səviyyə olacaq? Yəni bu böyük bir bizim üçün təhlükədir gələcəkdə. Bəlkə kənardan bizim bu biraz vuruşmağımız, bizim bu nəticələrimiz hardasa bizi aldadır, amma ümumən belə biz gələcəyə baxsaq, yəni mən əvvəllər də fikirlərini bildirmişəm ki, yəni fərq çox böyüyə gedir. Yəni 3 ildən, 5 ildən sonra fərq həddindən artıq böyüyə gedir və bunun da sonu necə olacaq ümumiyyətcə bilmirəm, amma biz mütləq biz Qarabağ olaraq, əgər indi bugün bizim 19 yaşlardan gedirsə söhbət, biz mütləq şəraitimizi yaxşılaşdırmalıyıq, əlbəttə ki, biz mütləq daha diqqətli olmalıyıq. Həm də ki, bizim 19 yaşlarımızın çoxu daha cavan idi, daha 17 yaş, 18 yaş, belə, bu cür futbolçular idi
İlk dəfədir belə turnirdə iştirak edirlər. Onlar başa düşmək olar, amma bu klublar hansı ki onların nə qədər Avropa çempionatında öz yaşlarında iştirak ediblər 19-larda, 21-lərdə, yəni onlar böyüyə-böyüyə gəlirlər. Yəni onlar sabah elə bil ki, onlar biz bugün Çempionlar Liqası oynayırıqsa, onlar indidən, yəni 17 yaşından başlayırlar onlar bu turnirlərdə iştirak eləməyə. Eləcə də dünya çempionatları, Avropa çempionatında və onların şəraitləri yəni danışılası deyil. Yəni hamımız bilirik ki, Ajax ümumiyyətcə Avropa futbolu dedikdə, ümumiyyətcə gənclər uşaq futbolu dedikdə elə ilk yada düşən, ilk ağla gələn elə Ajax-dır və onların ümumiyyətcə yəni şəraitindən yəni danışılası deyil. Yəni onların belə deyək də o klubun şəraiti bizim bəlkə də Azərbaycan futbolunun şəraitindən daha üstündür. Yəni ümumən belə yəni misal çəkə bilərik. Yəni mən özüm də bir neçə klubda olmuşam, məsələn, onların akademiyalarında olmuşam. Yəni həm Barcelonanın, həm Borussiyanın, həm Chelsea-nin danışılası deyil, yəni yan-yana qoyulası deyil. Amma neyinə yenə də çalışıb işləməliyik, çalışıb əziyyət çəkməliyik, çalışıb pozitiv yanaşmalıyıq, inamla baxmalıyıq gələcəyə. Amma yəni fərq çox böyükdür, həddindən artıq. Qurban müəllim, uğurlar arzulayıram. Qarşıdakı oyunlarda yaralı yerimizə toxundunuz. Azərbaycanda futbolun bu dəqiqə neçə illər düzdə olan iki simasından deyə bilirsiniz siz. Necə fikirləşirsiniz? Bizim böyüməyimizə ümid yoxdur. Ümid yoxdur deyib yanaşa bilmərik. Əgər biz ümidsiz olacaqsa, yəni gərək futboldan uzaqlaşaq. Amma hər bir halda çalışıb ən azından onlarla ayaqlaşmaq. Yəni bugün məsələn belə deyək də biz bir klub olaraq bugün ən azından onlara qarşı mübarizə apara bilirik. Ən azından istənilən komandaya qarşı. Yəni bu elə bir səviyyədə olan komandalardır ki, bunlar yəni mən yəqin xatırlayırsınız, mən həmişə demişəm, bugün futbol elə bir səviyyə çatıb ki, hər oyunda 4-0, 5-0, 6-0, yəni istənilən komandalar arasında. Yəni istər Napolisi olsun, istər digər Ajax olsun və yaxud başqası olsun, yəni bu nəticələr görünür. Yəni hətta final oyunlarında belə görsən 4-0, 3-0, 5-0, yəni belə hansı ki yan-yana qoysa bəlkə də eyni səviyyədə komandalardır. Amma mən nəyə görə mən bu fikirlərimi bildirdim ki, biz çox geridə qalmışıq. Yəni çünki bunlar gələcəyə çox böyük yatırımlar qoyurlar. Çox böyük, yəni Avropada bu böyük klublar çox böyük yatırımlar qoyurlar. Amma hər bir halda biz pozitiv olmalıyıq və daha da ümidli olmalıyıq. Təşəkkür edirəm hər birinizə. Sağ olun, sağ olun.